Sizə görə vətənpərvərlik önəmlidir, yoxsa insanpərvərlik? Elə ikisi də önəmlidir. Bizim bir-birimizi sevməkdən başqa çarəmiz yoxdur axı. Sən bilirsən ki, bizim Azərbaycanda petrol çıxıb. Buna görə bütün xarici dövlətlərin hamısının əli tətiklədi bizə qarşı. Burada bir dənə qarma qarşılıq yaratsaq, kimin dərmanına su töymüş oluruq? Düşmənin təbii ki. Bəli. Amma mən məmurlara buradan çağırıram ki, yalvarıram sizə, üzünüzü bu xalqa çevirin. Nə olar ki, bu xalq yazıqdır, bu millət yazıqdır. Neynəməlidirlər? Hər şey eləməlidirlər. Necə yəni, prezident sərancan verib ki, adam şəhid olub, ona 11.000 pul verilsin. Onlar ciblərindən verə bilərdi onu. Başlarına oyun açdılar onları. Ayıbdır bu. Prezident sərancan verib bunu, sənətər bunu yerinə yetirmirlər. İcra etməlisiniz də. Bəli. Belə olur mu ay qardaşım? Rəşmən, Hara gedirsən süründürməkçilik, bir spravka alanmırsan süründürməkçilik. Belə olmaz bu nədir bu? Bəli. Bizim milli ideyamız nədir? Buyurun, buyurun. Azərbaycanlıların milli ideyası nədir? Milli ideya, mən bilmirəm. Necə başa düşürsünüz? Bizim başımıza nə bala gəlir, savadsızlığımızdan gəlir qardaşım. Biz savadlı olmalıyıq. Mən evladın var mı sənin? 2 uşağım var. Allah səni qoy. Yalvarıram, 5 manatın varsa bunu apar müəlliminə bir qoyunu yaxşı öyrəsin. Yalvarıram bu millətdən, xahiş edirəm. Hamıdan aparıb cındır kəsmə verib özünüzü bəzəmin. Nə pulunuz var, evlatlarınızın savadına verin. Təhsilsiz ölkə ölmə məhkumdur. Xüsusən də bu müasir dünyada. Müasir dünyada. Təhsil. Əgər ayda elm varsa oraya gitmək lazımdır. Bizim telekanalların bir neçəsində elm haqqında veriliş hazırlansın. Var. Yoxdur heç biri. Şıllaq atmaq var. Hoppanmaq var, gülmək, danışmaq. Demirəm olmasın. Onlar olmalı deyil. Yox, dozası aşırır. Həddən aşırıdır, çoxdur. Və keçət deyirəm mən. Çox düz deyirsiniz. Mən tamamilə razıyam bu fikirlə.